Quba xanlığı Telegram kanalı təqdim edir. Fətəli xan 1789-cu ildə yeni təqvimlə 2 aprel tarixində Bakıda bacısı Xədicə Bikənin yanında vəfat etmiş və tez-tez ziyarət etdiyi Bibi Heybət Məscidi qəbristanlığında bastırılmışdır. Belə ki, Fətəli xan vəfatından sonra ziyarətgahda olan qəbirlərin ayaqları altında dəfn olunmasını vəsiyyət etmişdi. Onun yaxınları xanın vəsiyyətinə əməl edirlər və Fətəli xan orada dəfn edilir. Onun məzar daşı hal-hazırda Azərbaycan Tarix Muzeyində saxlanılır. Fətəli xanın ölümündən qısa müddət sonra 1790-cı ilin fevralında onun varisi olan böyük oğlu Əhməd xan tərəfindən verilmiş rəsmi fərmanda bəhs edilir. Şeyx Ələkbərin oğlu, şeyxliyin pənahı Şeyx Ələskəri, şahın yüksək rütbəli kölələri olmuş ata-babaları kimi bütün cəhətlərdən azad edərək, bağışlayıb və yazılı göstərişlərdən kənar etmişik ki, rifah şəraitində və azad surətdə öz doğma kəndində sakin olsun. Rizvan məkanlı və behişt yurdlu xan babamın, Allah onu behişt bağlarında əbədi etsin, Pakizə məzarının xidmətçiliyini qeyd olunan həzrətin hümmətli öhdəsinə tapşırıb qərar vermişik ki, bütün vaxtlarını həmin Allahdan qorxan və bağışlanmış mərhumun şərif qəbrinə xidmət etməyə, doğru məram və saf ürəklə onun Pakizə ruhunun şadlığı üçün biliklər padşahı sayılan Allah kəlamı Quran oxumağa sərf etsin. Sonda Əhməd xan fərmana imza atır. 1204-cü il Cəmaad-ü Sani ayının 8-i. Nə qədər ki, ayın bayrağı göy qübbəsində dalğalanır, Əlinin qələbəsindən Əhmədin bayrağı da yüksək saxlanacaq. Fətəli xanın 290 illiyinə həsr olunan yazımızda dahi sərkərdəmizi və onun ailəsini dərin hörmətlə anırıq. Azərbaycanın birliyi və dövlətçiliyi yolunda göstərdikləri xidmətlər unudulmazdır. Allah rəhmət eləsin.